Sabahınız xeyir olsun. 17 fevral 2026-cı il tarixidir. Şaban ayının 29-cu günü, Şaban ayının sonuncu həftəsinin sonuncu ikinci çərşənbə axşamüstü günüdür. Və 17 fevralda hər birimizə xoş bir gün keçirməyə arzulayıram. 17 fevral işlərin arxasıca gedən, eləcə də öz evində işləri ilə məşğul olan hər bir şəxsə can sağlığı, ilk növbədə iş avantlığı, bol ruzi, bərəkət hər birimizə arzu edirəm. 17 fevral günündə həkimlər təhsili ilə məşğul olur. İstər məktəblər, istərsə də orta ixtisas tələbələri, ali məktəb tələbələri hər birinə zehni açıqlığı, iş avantlığı arzularım. Qarşılarına qoyduqları məqsədə, hədəfə yetişmələrini arzularım. Həm Azərbaycan xalqı üçün, həm də bütün dünya üçün çox faydalı bir kadrlar kimi yetişmələrini arzulayıram. 17 fevral günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm. 17 fevral günündə kimlər demək xəstələri var, onlara şəfa diləyirəm. O cümlədən bütün qazilərimizə Allahdan şəfa diləyirəm. 17 fevral günündə həkimlər ad gününü, şad gününü, xoş, xeyir gününü qeyd edir. Hər birinə ilk növbədə can sağlığı arzulayıram və hər birini bu münasibətlə təbrik edirəm. 17 fevral günündə yalançı çərşənbə qeyd olunur ki, hansı ki Novruz çərşənbələrindən əvvəldir, bu aydan əvvəldir qeyd olunur. Buna əsasən inancılar mərasim yerinə yetirən bölgələrimiz var və hər birini bu münasibətlə təbrik edirəm. Bununla yanaşı 17 fevral günündə də tarixi günlər vardır. 17 fevral günündə tarixi günlərdən biri də 17 fevral 1854-cü ildə Böyük Britaniyanın müstəmləkəsi olan Afrikanın Azad Oranj Respublikasının indiki demək carın müstəqilliyini tanıdığı gündür. 17 fevral 1863-cü ildə Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin təsis edildiyi gündür. 17 fevral bununla yanaşı 1947-ci ildə Amerikanın Səsi radiosunun SSR ərazisində yayılmağa başladığı gündür. Bununla yanaşı 17 fevral 1979-cu ildə 27 gün davam edən və eləcə də 100 mindən artıq insanın ölümünə səbəb olan Çin-Vyetnam müharibəsinin başladığı gündür. 17 fevral 2008-ci ildə isə demək Kosovanın Serbiyadan müstəqillik elan etdiyi gündür. 17 fevral 2011-ci ildə isə Liviyada Müəmmər Qəzzafinin 42 illik hakimiyyətinə qarşı mübarizə başlandığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.